Choose the incorrect variant. Yanlış variantı seçin. A variantında he didn't used to help his mother in his childhood. O uşaqlığında anasına kömək etməzdi. Qrammatik cəhətdən diqqət etsək, did köməkçi feillə istifadə olunduğu üçün feildə idi düşüb və düzgündür bu. Həm zaman uzlaşmamız, həm tərcüməmiz və qrammatik leksik baxımından A variantı doğrudur. Bizə isə yanlış cavab lazımdır, götürə bilmirik. B variantında it is bad to be rude to the old. Yaşlılara qarşı kobud olmaq pis bir haldır. Biz sifətlərdən sonra to'lu feil istifadə edəcəyimizə görə təbii ki B variantı doğrudur. It is boring to travel alone. Tək başına səyahət etmək can sıxıcıdır. Yenə sifətdən sonra to'lu feil istifadə edəcəyimizə görə bu variantı doğrudur. He used to listen to the music a lot. O musiqiyə çox qulaq asardı mənasını verir. Used to ifadəsi üstəgəlsin, yəni feilin istifadəsindən keçmişdə hər hansısa icra etdiyimiz bir hərəkəti bildirmiş olur və qrammatik cəhətdən yenə doğrudur. It is possible using different colors while painting. Rəngləyərkən müxtəlif rənglərdən istifadə etmək mümkündür. Tərcümə baxımından doğru olsa da, biz sifətlərdən sonra to'lu feilin istifadə olunmasını qeyd etmişdik. Yəni to use olmalı idi ki, qrammatik cəhətdən doğru olsun. Using olduğu üçün Y variantı qrammatik cəhətdən artıq yanlış götürülür. Və şərtdə də bizdən incorrect, yəni yanlış variant istənildiyi üçün bizim Y variantımız doğru cavab verilmiş olacaqdır.